Salam değerli həmvətənlərim, hər birinizi salamlayıram. Tanrı sizi bərxudar və bəxtiyar eyləsin. Mən Qabil Türkoğlu, sizlərlə canlı və canlı, cap-canlı yayımdayım. Değerli həmvətənlərim, değerli soydaşlarım, yayımımızı beğenin, paylaşın, auditoriyamızı genişləndirin. Dostlar, qardaşlar, saçımızdan dostlar, qardaşlar, başımızda gerek vurduraq, saçımız çoxalıb. Vallahi deyəsən elə yayımdan yayıma üstü başımızı düzəldirik. Hər neysə, qardaşlar, bacılar, bəli, yeni qoşulan izləyicilər, hər birinizi salamlayıram. Tanrı sizi bərxudar və bəxtiyar eyləsin. Nədən danışacağıq biz? Dostlar, qardaşlar, çox önemli bir xəbərlərimiz var. Prezidentin toyu oldu, evlendi prezident, toyu oldu. Bundan başka bir skandal yaranıb, prezidentin yani Paşinyanın toyunda bir skandal yaranıb, ondan danışacağım. Daha sonra Trump axırıncı, İran barədə axırıncı əmrini verdi Trump. Ukraynaya da bir balaca dirəşib, amma orada başka məqsədlər güdülə bilər. Britaniya və Amerika arasında vəziyyət qırğın gedir. Bu barədə də mən sizlərə nələrsə deyəcəyəm. Ölkə daxilində İlham Əliyevin Alyona qəzəbi, Alyonanın hayfını çıxırlar. Alyonanın hayfını xalqdan çıxırlar və ən dəhşətlisi mən sizə nə xəbərlər verəcəyəm. İlham Əliyevin qəzəbi. Bu vaxt İlham Əliyevin qəzəbi çox dəhşətlidir. İnanın Allaha, iki cürə ölkədə məmurlar var. Ya İlham almır, daş almır. Məsələn, deyək, bəylərin adamıdır, Ramizin adamıdır. Problem yox, tutulsa tutulun da. Yəni, ya İlham Əliyev daş almayan məmurlar var, değerli soydaşlarım. Ya da ki, qardaşlar, dostlar, çox dəhşətli şəkildə qorxan məmurlar var. 99% qorxur. Bir 1% kimi də var ki, İlhamı daş və salam tərcih etdi. Öncə baxış sayımızın qalxması üçün mən bir balaca Trump'tan xəbər verim. Sonra əsas xalqımızı ilgiləndirən ölkə daxilinə meyl eləyərik. Deməli, birinci, bugün Trump son İran kararını verdi. Bugün Trump son İran kararını verdi değerli həmvətənlərim. Bütün dünya ərazisində Amerikanın hərbi bazalarının İran ətrafına yerləşməsi qərar alındı. Xüsusilə dünya bazalarında olan F-35'lerin, NATO bazalarında olan F-35'lerin İran ətrafında konuşlandırılması, yəni yerləşdirilməsi məsələsi. Mən sizə dedim də, yəni İran umutludur ki, İran iki şeye umutludur. İki şey yox, çox şey umutludur İran. Yəni orada bəzi şeylər var da, değerli həmvətənlər. İran umutludur, gəmilər vurulacaq İran tərəfindən və Amerika hücuma peşman olacaq. Amma elə deyil. Gəmilər İranın ən sərrast raketləri 1000-1400 kilometre vurur. O gəmini vuran əsas raketlər var. 1000-1400 kilometre, mən onu izləmişəm. Və 400 kilometrede ölkənin dərinliyindən atılmağı nəzərə alanda Amerika gəmiləri o raketin mənzilindən qıraqda duracaq. Bir. İkinci, Amerikanın o təyyarələrindəki gəlir təyyarə daşıyan gəmilər gəlir. O təyyarələr hamısı dağların altdakı bazaları yerləşdirilir. Dağların altda bazaları yerləşdirilir. İndi 5-10 dənəsi qalaya qalmayan gəminin üstündə. O da gəmi vurulsa da dislokasiya olacaq, balaca gəmilər o şəxs heyəti çıxardacaq. Gəmidir də, Amerika üçün 15 milyard nə puldur ki? 15 milyard nədir ki? Nə puldur? Bir dənə o Orta Doğu ölkələrinin qulağından tutanda, odur bax, gəldi bir dənə abarot 4 trilyon.
Biri 1 trilyon verdi. Biri 1 trilyonluq nə bilim nə yatırım. Biri nə bilim təyyarədən tutulmuş hər şey verdi. Qızlar da saçlarını belə oynatdı qabağıma. Yəni dəyərli həmvətənlərim, dəyərli soydaşlar. Amerikaya nə var ki? Bizim en balaca milyard nədir ki? O da en balaca nazirin, en balaca mavinin, en Eyyub Yaqubun, en balaca oğlunun, en balaca Litvada, en balaca Rigada, en balaca Bankda 1 milyardını müsaade elədilər. İndi görün bu nazirin, en yekə nazirin, en yekə mavininin, en yekə oğlunun, en yekə ölkədə, en yekə Bankda görün nəyi var? Hələ mavinlər deyirəm ha, balaların deyirəm ha, özlərinin gör nəyi var. Ona göre kardeş milyard milyard Almanya'nın prezidenti, Fransa'nın prezidenti belə adamlar üçün milyardı böyük oldu. Çünkü onlar milyardı yoxdur onların, milyonu da yoxdur heç onların. Trump indi iş adamı olub bəlkə onda olar və bəzilərində bəlkə olar. Eləcə də Almanya kansleri iş adamı olubdu. Ama bu milyard İlham Əliyev onun məmurları üçün heç nədir. İlhamın generalı var ki, deyir mənim üçün 46 milyard pul deyil. Penitensiya xidmətin keçmiş rəisi. İlhamın adicə qadın paltarı daşıyan ən pis Vasif Talıbov 32 milyard ölkədən qaçırtdı. 5 dənə ən kasıb rayonun başında durur. Neyse. Deməli Trump dünyada bütün o 3 gəmi filosunu gətirir. Avia daşıyıcıları gətirir. Artıq gəliblər, bəyəkləri paylaşıblar ki, gəlib gəmilər döyüş hazırlığı vəziyyətindədir. Deməli dünyanın bütün hər yerindən F-35'ləri gətirir. F-22 Raptorları gətirir. Bunu heç kimə satmır Amerika. O dəhşətli bir silahdır. Heç İsrailə də vermir onu. Verə bilir nə təri? Özümün nəzarətim altında özümün adamlarım idarə eləyir bəsam gəlir. Sonra da təyyarə ilə nə bilimdən geri qayır. Yəni, ümumiyyətcə heç idarə eləyib F-22. F-22 bilirsin nə deməkdir? Belə söhbətləri yekə kanalda eləyə bilmirəm. Zaman öldürmək istəmirəm. F-22 hava döyüşü üçün süper. Onun dünyada tay bərabəri yoxdur. F-22 dünyada F-35 nədir ki? Heç nədir onun yanında. F-35 F-22'nin yanında heç nədir. Sadəcə F-22'nin bəzi açığa çıxan mexanizmlərini, vurucu mexanizmlərini, qoruyucu mexanizmlərini F-35'e konuşlandırdılar, sistemi oturtturdular F-35'e sadəcə müttəfiqlərə satmaq üçün. Amma F-22 Raptor'un elə dəhşətli özəlliyi var ki. Baxın, Amerika hara girsə, mən deyirəm ha bunu yadınızda saxlayın. Amerika hara girsə, F-22'lər qabaqda girəcək. Birinci F-22 sürüsü girəcək. Çünki F-22'lər radarlara yaxalanmama özəlliyi ən üstün olan təyyarələrdir. 1. 2. F-22'lər radarların kilitlənməsi və hava hücumundan müdafiə sistemlərinin vurulması F-22'lerin üzerine düşecek. Onun dalına ne gelecek? F-22'nin dalına ne gelecek? Dalından gelecek F-35'ler. F-35'lerden sonra dalından ne gelebilir? F-15 de gelebilir. F-16'lar da gelebilir. Esasen F-15'lerin, F-16'ların görevi havadan havaya, havadaki raketleri göyde vurmak olacak. Göyde vurmak olacak. Ve Aral dənizində duran gəmi avia daşıyıcılarla Fars körfəzinə girməmək şəri. Zaten o çox böyük gəmilər də ora girə bilmir. Fars körfəzinə yaxın olan avia daşıyıcılar müttəfiqləri qoruya bilər. Hərçənd ki müttəfiqlərin üzdə bir qırğın gedir Avropa ilə, Britaniya ilə, Amerika. Amma
son Münhen Təhlükəsizlik Konferansında gördüğünüz hem Respublikaçılar Trump'ın adam vardı, hem Demokratların adam vardı. Her ikisi Avropa ile kardeşlik mesajı verdiler. Ama Britanya ile Britanya ile hələ ki didişmə var ve Avropa ile didişen kim? Avropa neynədir? Avropa ile Amerika didişen kim neynədir? Çinlə yaxınlaşma, Hindistanla tam tərəfdaş müqabilə, Kanada öz yerində, Yaponiyadan da qardaşlaşma. Necədir sizin üçün? Britaniyada heç Avropa ilə kilitləndi. Vəssalam. Şüt damı. Mənə elə gəlir ki, bu Trump'ın əsasən özəlliyi, bir dəqiqə. Bu Mehriban Əliyeva savaş elan etdi. Hazırlaşın, hakimiyyəti dağıtmalıyıq. Hər qadan alım, yayımdayım, tez bazar qutaracağım Qabil Media kanalda. Qoy qutaran kimi bunu paylaşaram. Deməli, hər nəysə, bu barədə çox danışmaq olar. Mən hərbiçiyəm. Xüsusilə belə savaş ərəfələrində, savaş başlama ərəfələrində mənim kanallarıma abunə olun. Məndən sizə indiyə kimi ziyan gəlibdir. Tam əksinə xalqın ümid mənbəyi ki, bu xalqımızı bu bəladan qutaracağıq. Deməli, Trump nə dedi? Trump dedi ki, mən hər cürə İranla danışıq apardım. Hər cürə İranla söhbətə getdim. İranın hökumət nümayəndələri hamısı gəldilər. İstər nüvə barədə danışdıq. Dedi ki, biz şeyi qaldırırıq da, embargonu qaldırırıq. Sizin o boyda neftiniz, qazınız var. Nüvə enerjisinə nə gərək var? Razılaşdılar. Raket məsələsi dedi ki, bəs belə raketlər Husilərin ələ keçər, nə bilim nədir? Onlar da razılaşdılar, keçə bilməz. Üstəlik mənzillərini azaldarıq, nə desəz eləyər. Hər şeyi razılaşdıq deyir. Amma sonunda İran tərəf nə dedi? Əli Hameneyi razılaşmalıdır. Əsas adam odur. O da heç vaxt razılaşmır. Razılaşdırmaq da, onu razı salmaq da mümkün deyil. Və deyir, hətta Trump deyir, mən Əli Hameneyiyə dedim ki, Əli Hameneyiyə, mən sənin ayağına gəlirəm. Mən sənin ayağına gəlirəm. İrana demirsənmi? İrana gəlirəm. Amma Hameneyi bunu da qəbul eləmədi. Ona görə hər şeyə İran razı olur. Axırda deyirlər, Əli Hameneyi razı olmalıdır, Əli Hameneyi də razı olmur. Yəni İranda dini. Qaldı Trump son nöqtə kimi Trump. Bir aydır Trump deyir, uğraşıram. Bir aydır uğraşıram, işimi gücümü atmışam, İranla məşğul oluram. İndən sonra daha da məşğul olacağam. Həftənin birinci günü, ikinci günü, gələn həftənin ikinci günü, bilməm neçənci günü, çünki bu baxım deyim də. Gələn həftənin ikinci günü İran ya qol çəkməlidir, ya da İran gələn həftənin ikinci günü, yəni 24 Şubat, yəni fevralda ya İran qol çəkməlidir, ya da vurulacaq. Çox dəhşətlicə vurulacaq, bunu mən demədim, bunu Trump dedi. Və başqa medialarda yazırlar ki, İran, Amerika savaşı uzatmaqda məqsəd, başqa medialar yazırlar, Amerikanın savaşı uzatmaqda məqsədi şaxəlidir. 1. Dini lideri qaçırmaq. 2. Dini lideri öldürmək. 3. Aviadaşıyıcıları gətirmək. 4. Başqa bir sinsi plan da ola bilər. 4. Başqa bir sinsi plan da ola bilər. Dəyərli həmvətənlərim, dəyərli soydaşlarım. Üstəlik də İranın da burada marağı nədir? İran niyə uzatmaqda maraqlıdır bu savaşı? İran niyə uzatmaqda maraqlıdır? Onu da deyirəm sizə. İran da Çinin bütün hava hücumundan müdafiə, ən güclü hava hücumundan müdafiə
Bir 5-10 dəqiqə bitirəm. En güçlü hava hücumundan müdafiə sistemlerini konuşlandırır. İran ona göre burada bir önemli mesele İlham Əliyevin dağıdacaqlar. Bax deyim. İran hakimiyyəti dağılsa, devləti dağılsa, hansı ki bu biraz çox çətin, ağla batmaz dərəcədə çətindir. Dağılsa dağıldı. İnanın Allah'a deyirəm, İran hakimiyyəti dağılmasa, İlham Əliyevi parça-parça eləyəcəklər. Bax dedim mən sizə. Dağılsa da parça-parça olacaq. Bax İlham Əliyev həm Mossad'a xəyanət eləyib İsrailə, Amerikaya, Britaniyaya, həm də İrana xəyanət eləyib. İnanın Allah'a, dəhşətlidir. İlham Əliyevin dərdi çəkiləsi deyil. Deməli deyil, həmvətənlərim, bu barədə axşamda zadda danışaram. İlham Əliyevə dəyəsiz zərbələr istər bu tərəfdən, istər o tərəfdən, istər İran məğlub oldu, istər qalib oldu. İlham Əliyevə girək, mən sizə deyərəm. Xahiş edirəm, efirdən tıqqıldadım, belə tık-tık eləyin. Tık-tık eləyin, mən də şey eləyim, dostlar, bir neçə də xəbər verim, efirdən. Deməli, ABŞ döyüşə tam hazırdır. Bugün Ukrayna üçün, deməli, bugün ikinci gündür, Cenevrədə danışıq olur. Ukrayna və İran danışıqları olacaq. Bugün də olacaq. Üstəlik deyəsən, bildiyim qədərindən, hansısa Guardian deyəsən paylaşmışdı. Gələn həftənin ikinci günü son momentdir. Trump'ın verdiği. İndi bu ikinci gün ya gələn həftənin ikinci günə də qalır. Axırı ki, gələn həftənin ikinci günü o izə keçməyəcək. Mən elə gəlir ki, bugün Cenevrə danışıqlarında elə qol çəkmək tələb eləyəcəklər. Gələn həftənin ikinci günü sadəcə alladıcı manevr ola bilər və Trump elə İran fikirləşərək ikinci gün danışacaq. Yenə masada, amma İran qoyar. Üstəlik nəzər alın ki, bu gün ayın içəsində dostlar. Nəzər alın, bu gün ayın içəsində, bu gün 17-sidir. 19'a danışıq olmalıdır, amma 19'u aldadıcı ola bilər. Amerika qoyar. Ruben Vardanyana 20 il iş verdilər. Ruben Vardanyana 20 il iş verdilər. Və Ermənistan mətbuatı yaydı. Ruben Vardanyanın vəkilləri danışdı və vəkilləri Ruben Vardanyanın dedi ki, bunu mən Mehriban xanım yadıma salın, axşam da deyim mən bunu. Ruben yadıma salın, mən deyim. Vəkillər danışdı, sən demə dəhşətli vəziyyət var imiş. Gəlin baxaq görək, nədir o dəhşətli vəziyyət. Rubenə 20 il iş verdilər. Və bildiyiniz kimi dünəndə sırağa gündə və ondan da 1-2 həftədə qabaq Rubenin vəkilləri danışdı, Ruben Vardanyanın vəkilləri danışdı. Dedilər ki, İlham Əliyev Rubenin tam pulunu istəyir. Bəzi mənbələrdə 1,3, bəzi mənbələrdə 1,6 milyard, indi son mənbələrdə də 8 milyardın söhbəti gedir. Yəni İlham Əliyev tam pulunu istəyir Ruben'dən. Yaxşı sual ortaya çıxır. Arayı Karutunyan kimi Ruben Vardanyan cəmaatı raket ateşinə tutturmuyubdu. Ruben Vardanyan iş adamı oldu. Müharibə gedişatından sonra da hayli huylu bunu başı yaloylu. Müharibədən qabaq bir getdilər Qarabağa. Müharibədən sonra bir getdilər. Bu nazir Qarabağdan qondarmada yerdə nazir oldu. Elə mi nazir oldu? Yaxşı. Ruben Vardanyan kimi öldürdü, kimi asdı. Mən bilən qədərindən Xaçaturyanın xalqımızı öldürdüyünün Ruben Vardanyan heç 1%'ni öldürmədi. Elə mi? Yaxşı sual ortaya çıxır. Qadan Aliyev. Bu Ruben Vardanyanı niye İlham Əliyev tutub saxlayıb orada? Xaçaturyan kimi qatili, soyqırım eləyəni buraxdı, amma Ruben Vardanyanı saxlayıb orada. Niye? Üstəlik də vəkillər yalan deyən olmuşdu, yalan deyən şəhsizdir. Açın erməni mətbuatını. Ruben Vardanyanın vəkillər deyir, İlham Əliyev xəbər göndərib ki, Ruben Vardanyan bütün sərvətini versin mənə, milyardları versin mənə, mən onu azad edirəm. Buradan bir nəticə ortaya çıxır. Allah Vidad İskəndərliyə rəhmət eləsin. Düzdür, məni söyür deliyirdi, amma rəhmət eləsin.
Ruben Vardanyan ancaq İlham Əliyevin pullarından milyarder olubdu. Vidadi İskəndərli Ruben Vardanyanın Leyla ilə Mehriban Əliyeva ilə yatdığı otellərə kimi, adına kimi, vaxtına kimi, yerinə kimi ortaya qoydu. Ruben Vardanyan Mehribanla yata-yata, Leyla ilə yata-yata bizdən əldə edib o milyardları. Bəli, necə Qod Nissanın milyardlar kimindir İlhamın? O birisilər var, o bir yaran. Ayiste Telmanı Melmanı. Onlar kimin milyardları idi? İlhamı. Abbas Abbasovundan tutun bu şeye kim? Araz Ağalarova kimi, Emin Ağalar kimin milyardlarıdır? İlhamı. Araz olur İlham Əliyev gələnə kimi, xod gedənə kimi Araz olur. Şalvar alan bir də. Şalvar alan bir də. Biz bilmirik onu İsrail nətər qaldırdı. Yahudi mafiyası. Ki boş verin ha. Boş verin ha. İndi İlham Əliyev Ruben'i tutup Ruben de deyir arvadını qışam, qızını qışam. Ala yaxşı eləmişəm. Ruben Vardanyan durub deyir ki Ali məhkəmədə artsaq Ermənistanın da deyir. Oranın olub, oranın da oranın olacaq. Bu gücü hardan alır? Ruben Vardanyan sifətini gördünüz. Əvvəl Zeynallı çıxanda yerişini yeriyənmir də, şir kimi oğlanlar çıxır, ölü kimi girir hə. Bir Rıza Səfərsoyun sifətinə baxın hə, nə günə düşüb hə, yazıq. Ermənilərə baxın, puf, ermənilərə baxın gör nətərdir, Arayika baxın kökəlibdir. Dəhşətdir, yerişini yeriyənmirlər, o qədər kökəliblər ki. Ay başınıza dönün. İndi Ruben'dir, İlham Əliyev deyir, İlham Əliyev Ruben'e deyir, sən mənim qızımla arvadımı pişirə-pişirə, mənim pullarımla milyarder olmuşsan, indi qaytar o pulları səni buraxım. Vəssalam, qaytar o pulları səni buraxım. Necə deyir? Tək Ruben'e demir, İlham Əliyev. Ruben'e demir, İlham Əliyev, tək. Elə biz təkcə Ruben'e deyir. Ölkədə bütün məmurları tutur, sıxır, evində xittəyin üzü. İlham Əliyev nə deyir? Xittəyin üzür nə deyir? Deyir ki, Vasif Talıbov, qohum-muhum hərliyəndə öyləmi? Kəstum şalvarın altında mən yoğurlayan sən də ölsən? Nə bilim, Liboy da Liboyu, ay nazir, ay məmura, Cəbrə deyir. İlham deyir, sən nazir olmamışdan qabaq nəyin var idi? Uzaqbaşı bir restoranın var idi. İndi nəyin var? Təkcə Amerikada 100 dənə restoranın var. Davaya var yoxunun ağzını belliyim. Mənə görə, mənim hakimiyyətimə görə xalqdan soya-soya qazanmışsınız. İndi verin mənə onları. Vəssalam. Bunlar da deyir, at bu, məsələ bu, ay nə bilim prezident, ay nə bilim nə. Deyir, bir sənə var, xeyri yoxdur. Sən mənlə şəriksən daşınan daşınmaz əmlaka, gəlirinə də, maya dəyərinə də, mən də Putinlə şərikəm. Kemaləddin adı şərikdir deyə, şərikliyə etibarçılığı var deyə, odur Kemaləddin hələ də Almaniyadan belə fabrik zavodları var. Yalan deyən qəhlasıdır. Öz payıma deyirəm, yalan deyən qəhlasıdır. Kemaləddin Heydarov Mercedes fabriki var Almaniyada. Mercedes. Orada pay sahibidir. Hər il Kemaləddinə payına ait Mercedeslər gəlir Azərbaycana. Yalan deyən bundandır. Sizin xəbəriniz var, İlham Əliyev, İlhamın məmurları harda? Dünyanın ən böyük şirkəti Amazonda belə, eBay'də belə. Hər yerdə pay sahibidirlər, ay qardaş. Xəbəriniz var mı? Xəbəriniz var mı hər yerdə pay sahibidir? Şərəfli lider gəlsə ölkənin başına, İlham Əliyevin məmurlarının və özünün oğurladığı milyardları, gizlətdiyi milyardları yıxsalar nə olacaq bilirsiniz mi? Oğlu yalan deyənin, Almaniyanın devlət büdcəsindən çox olmasa, mən eləyib uluyacam burada. Almaniyanın devlət büdcəsindən 3 dəfə artıq olmasa, deyib uluyacam. Almaniyanın UDM-i 4 trilyondur. 4 trilyon. Devlət büdcəsi səhv eləmirəmsə, 350-300
400 milyarda yaxındır. 400 milyarda yaxındır bütçəsi. 125 milyar təkcə orduya ayırdığı pul deyilik. Yəni, deyilən vətənlər. İndi yalan rəqəmlər var. Türkiyə deyir, yalandan Türkiyə güya 270 milyarddır bütçəsi. Hamısı yalandır. Bütçəni nə bəlirləyir bilirsinizmi? Bütçəni nə bəlirləyir bilirsinizmi? Altın, qızıl. Dünyada ikinci en büyük qızıl rezervine sahip olan kimdir? Almanya. Pulun dalında ne durur? Pulun dalında qızıl. Kimin pulunun dalında qızıl durursa o pul değerlidir. O pul değerli. Bak Türkiye'nin pulu niye ölür? Çünkü Erdoğan bütün Türkiye'nin rezerv qızıllarını hamısını daşıdı. Hamısını ələ keçirdi. Ailesine keçirdi. Pulunun güclü olmağını istəyirsənsə, sənin puluna, gücünə güc qatası qədər qızıl dünyanın qızıl fondunda olmalıdır. Qızıl fondunda olmalıdır. Bir, əsas məsələ. Azərbaycanın pulu niyə biraz dəyərlidir? Niyə? Birinci, güclə saxlayırlar. İkinci, bizim qızılı ehtiyatımız yoxdur. İlham içini sıkıyor. Ama bizim qara qızılımız var. Neftimiz, gazımız ölkəyə valyuta, xarici valyuta gətirir. Bax, o bizim qızılı əvəz eləyir. Ona göre bizim pulumuz dəyərlidir. Ama ölür, ölməkdə davam eləyir. Çünki 5-ci kateqoriya düşmüşük. Bunu Qubad bəy də açıqladı. Bəhreynin kateqoriyasına düşmüşük. Artıq neftin də, qazın da dibi qalıb. Dibi qalıb. Deməli, Ruben, aydın məsələdir. İlham Əliyev Ruben'i tutubdur. Bunu axşam da deyəcəm efirdə. İlham Əliyev deyir ki, Ruben, məndən aldıqlarını mənə qaytar. Ruben də uşaq deyil. Ruben bilir ki, Mehribanı qaytar. Ruben bilir ki, Leylanı qaytar. Ruben bilir ki, oradan bırakılsa qumar masalarında İlham Əliyev nə əyib, əxlaq eləyib. Ruben ondan danışacaq. O Ruben bilir ki, o milyarda alan kimi Ruben'i öldürəcəklər. O Ruben'i, mənə Ruben zad lazımdır. İlham